Hər kəs salamlayıram dostlar. Bu günləri mən sizlərlə 2026-cı il 1 fevral tarixinə keçirilmiş OTK-nın 8-ci siniflər üçün olan imtahanı izah edəcəm. Bu B variantının izahıdır. Deməli, başlayaq birinci sualdan. 31-ci sualda deyir ki, əbob 12, 24 üstəgəl əkob 7, 28 ifadəsinin qiymətini hesablayın. Biz bilirik ki, əbob ən böyük ortaq bölünən deməkdir. Əkob ən kiçik ortaq bölünən deməkdir. Yəni, biz elə də tapırıq ki, 12 və 24 o ədədə bölünsün və bu ən böyük ortaq bölən olsun. Yəni 12 və 24-ün ən böyük ortaq bölənini tapırıq. Bu da 12 ədədidir. Çünki 12 və 24 ən çox 12-yə ortaq bölünür. Əkob isə ən kiçik ortaq bölünəndir. Yəni elə ən kiçik ədəd tapırıq ki, o ədəd həm 7-yə, həm də 28-ə bölünsün. Bir növ ortaq məxrəc kimi də düşünə bilərsiniz. O da 28-dir ki, 28 həm 7-yə bölünür, həm 28-ə bölünür və ən kiçik ədəddir. Bunların da cəmini istəyir, o da eləyir 40. Yəni Y variantı. Keçirik növbəti suala. Belə bir tənlik verib, ifadə verib, deyir bunun qiymətini hesabla. Burada ən gözəl üsul nədir? Kəsirdən qurtulmaq. Bu kəsirdən qurtulmaq üçün hər tərəfi 2-yə vururuq, çünki məxrəc burada 2-dir. Yəni 2-də 1 A-nı da 2-yə vururam, 3 B-ni də 2-yə vururam və 6-nı da 2-yə vururam. Biz bilirik ki, tənliyin sağını və solunu istədiyimiz ədədə vurub bölə bilərik. Burada 2-lər ixtisar gedir, qalır A. Burada da olur 6B bərabərdir 12. Uşaqlar, burada da A üstə 6B var, görürsünüz də. Həmin 12 A üstə 6B-də aparıb yerinə qoysaq, olacaq 12 bölünsün 3, o da eləyəcək 4. Cavab B variantı. Keçirik növbəti suala. Deyir, iki paralel düz xəttin 3-cü ilə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlar 5x üstə 80 dərəcə və 2x üstə 30 dərəcə olarsa, daxili çarpaz bucaqlardan kiçiyini tap. Biz bilirik ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Ona görə də yazırıq 5x üstəgəl 80 və üstəgəl 2x üstəgəl 30 bərabərdir 180 dərəcə. Bu tənliyi həll edirik. Burada olur 7x üstəgəl deməli 110, o da bərabərdir 180-ə. 180-dən 110 çıxırıq, eləyir 70 dərəcə. 70-i də 7-yə bölürük 10 dərəcə. İndi onu aparıb yerinə qoysaq, baxın şəkil çəkirəm burada. Onu yerinə qoysaq, yəni məsələn deyək ki, 10-u qoyuruq bura. 5 vur 10 üstə 80, yəni bura qoyuruq da. Burada olacaq deməli 50, o da 80. 130 dərəcə. 130 dərəcə korbucaqdır, yəni. Buranı götürək də 130 dərəcə. Onda burada olacaq 50 dərəcədə, çünki cəmi 180-də axı. Bizə deyir ki, alınan daxili çarpaz bucaqlardan kiçiyini tapın. Daxili çarpaz bucaqlardan kiçiyi. Daxili çarpaz bucaqlarda uşaqlar ya 50-50-dir, ya 130-130-dur da. Bizə də kiçik istəyir, ona görə cavab olur 50 dərəcə. Gəldik növbəti sualın həllinə. Deməli, 34-də deyir ki, 91 ədədinin 2, 5, 6 ədədlərinin düz mütənasib hissələrə bölünməsindən alınan ən böyük ədədi tapın. Düz mütənasib ədədlər deyirsə, düz mütənasib hissələr deyirsə, bu ədədlərin yanına bir dəyişən əlavə edirik. Məsələn, K sabit əlavə edirik. 2K üstəgəl 5K üstəgəl 6K bərabərdir 91. Bunu həll eləsək, olacaq deməli 13K bərabərdir 91. 91-i 13-ə bölürəm, eləyir 7. K tapıldı. Bizdən istəyir ən böyük ədəd tap. Ən böyük ədəd burada 6K-da aparıb yerinə qoyuruq. 6 dəfə 7 eləyir 42, yəni Y variantı. Növbəti suala baxırıq. Uzunluğu 120 cm olan parça 2 hissəyə bölünüb, bunların ortaları arasındakı məsafəni tap. Yadda saxlayın. Hər hansı parçanı 2 hissəyə bölürüksə, onların ortaları arasındakı məsafə elə parçanın uzunluğunun yarısıdır. Yəni cavab 60 cm. Növbəti sual. Deyir, A və B çoxluqları üçün A ilə B-nin kəsişməsinin sayı 3-dür, A-nın sayı 8 isə A ilə B-nin cəminin sayının cəminin ən kiçik qiyməti tap. Ən kiçik qiymət deyirsə, bunlar bir-birinin alt çoxluğu olmalıdır, yadda saxlayın. Bir-birinin daxilində yerləşməlidir. İndi hansı daxildə yerləşir, onu bilmək üçün baxırıq ki, A-da 8 element var. Kəsişmədə də 3 element var. Biz gəlin B-ni ortaya qoyaq. A-nı da bura qoyaq da. A-da 8 element var, B-də də 3 element olsun da. Onların kəsişməsi B-də axı. İndi bunların deyir, bizə deyir A-nın B-nin cəmi. A-nın sayı 8 dənədir, B-nin sayı da 3 dənədir. Onların da cəmi olacaq 11 dənə. Yəni ən az 11 dənə ola bilər. 36-da getdi. İndi keçirik 37-ci suala.
İki tərəfi 15 və 7 olan bərabər yanlı üçbucağın perimetrini tap. Biz bilirik ki, perimetr üçbucağın tərəflərinin cəmidir. Bərabər yanlı deyilsə, bunun iki tərəfi bərabər olmalıdır. Uşaqlar, biz burada əgər bu tərəfə 7 desək, bu tərəfə də 7 desək, bərabər yanlıdır da, bura 15 desək, bu üçbucaq bərabərsizliyi ödəməyəcək. Çünki üçbucaqda belə bir qayda var ki, hər hansısa tərəf digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Amma biz görürük ki, 15 7 ilə 7-nin cəmindən böyükdür. Belə bir üçbucaq mövcud deyil. Ona görə biz nə edəcəyik? Biz tərəfləri 15, 15 və 7 götürəcəyik. Perimetr olacaq 15 üstə 15 üstə 7, yəni 37 cm. B variantı. Keçirik növbəti suala. Deyir, 2 dənə ədədin ədəd ortası 12-dir. Digər 3 ədədin ədəd ortası 16-dır. Bu ədədlərin, bu 5 ədədin ədəd ortasını tap. 2 dənə ədədin ədəd ortası 12-dirsə, onların cəmini tapmaq üçün onların sayını ədəd ortaya vururuq. Yəni 24 bu 2 ədədin cəmidir. Neçə olduqları bizə maraqlı deyil. Digər 3 ədədin ədəd ortası deyirsə, 3-ü də vururam 16-ya ki, bu 3-ünün cəmini tapım. Deməli, ümumi cəm 24 üstə 48-dir. Və ümumi ədəd ortanı tapmaq üçün bunların sayına bölürəm. Uşaqlar götürür 2-yə bölür. 2 yox, burada 5-ə bölməliyəm. Çünki 2 ədəd burada var, 3 ədəd burada. Cəmi 5 ədəd var. 24 üstə 48 eləyir deməli 72. 72 ilə 5-ə bölsə eləyəcək 14,4, yəni Y variantı. 39 çox sadə sualdır. 40% kəsrlə ifadə elə. Biz də bilirik ki, faizi kəsrə çevirmək üçün, yəni ədədə çevirmək üçün 100-ə bölmək lazımdır. İxtisar aparsam 20-yə qalacaq 5-də 2. Yəni C variantı. 40-cı sual deyir, A üstə 1-in kvadratını almaq üçün A kvadrat üstə 1-in üstünə nə gələk ki, nə gəlməyi x-la işarə edirəm. Cavab A üstə 1-in bir dəqiqə. Deməli, nə gələk ki deyir. Cavab A üstə 1-in kvadratı olsun. Bax, bunu almaq istəyirik. Biz də müxtəsər olma düsturu bilirik. Buna dəymirik. X-a da dəymirik. X-i tapmalıyıq da. Bunu müxtəsər kimi açıram. Bu A üstə B-nin kvadratıdır. Ən sadə müxtəsərdir. Birincinin kvadratı üstə gəl bir-birinin hasilinin 2 misli, üstə gəl ikincinin kvadratı. Baxırıq ki, sol tərəfdə də A kvadratı var, sağ tərəfdə də. Bunları silirik. Sol tərəfdə də 1 var, sağ tərəfdə də. Yəni bərabərin solu sağı. Onu da silirik. X olur 2A. Cavab Y variantı. 41-ci suala baxırıq. Deməli. Aha, deyir ki, C parametrinin hansı qiymətində belə bir kvadrat tənliyi verib, deyir, köklərindən biri -2-dir. Biz də bilirik ki, tənliyin kökü x-dır ya da x1, x2-dir, fərqi yoxdur. Köklərindən biri deyirsə, hər hansısa birini götürək. Deyək ki, x1 -2-dir. Və tənliyin kökünü aparıb tənlikdəki x-ların yerinə rahatlıqla qoya bilərik. Olacaq 5 vur -2-nin kvadratı üstə gəl -2 çıx C bərabərdir 0. Birinci kvarta yüksəldirik -2-ni. 4 eləyir, 4-ü 5-ə vururuq, 20 eləyir. 20-nin üstə -2 gəlirik, 18 eləyir. 18-dən önə çıxan da 0 eləyər. Təbii ki, 18. Yəni A variantı. 42-ci sualda sadə sualda deyir ki, ABCD Y nöqtələrindən hansı deyir? Çevrəyə aiddir, amma A düz xəttinə aid deyil. Bunların sayını istəyir. Biz baxırıq ki, Y nöqtəsi nə düz xəttə aiddir, yəni nə düz xəttin üstündədir, yəni bu düz xəttdən söhbət gedir. Nə bunun üstündədir, nə də çevrənin üstündədir. Y ola bilməz ümumiyyətlə. A nöqtəsi də çevrə A nöqtəsindən D nöqtəsi isə həm çevrənin üstündədir, həm də dairənin. Ona görə bu da olmayacaq. Bizdə olur B ilə C. Çünki bu nöqtələr həm yalnız və yalnız çevrəyə aiddir də, yəni düz xəttə aid deyil. Bizə deyir ki, düz xəttə aid olmasın, amma çevrəyə aid olsun. 2 dənə B variantı. Hansılar desə B və C yazardıq. 43-cü suala baxırıq. Çox hədlinin qüvvətini istəyir. Biz də bilirik ki, çox hədlinin qüvvəti ən böyük qüvvətli, ən böyük dərəcəli bir hədlinin qüvvətidir. Bu bir hədlinin qüvvəti deyəndə hərflərin üstünü toplayırıq, 8 eləyir. Burada 9 eləyir. Ən böyük olur 9, yəni A variantı. 44-cü suala baxırıq. Belə bir ifadə verilib. Burada uşaqlar götürüb bir kökdən çıxarır. Görsün bu bir kökün altındadır. Ona görə bunu hesablayıb aldığımız cavabı kökdən çıxarmağa çalışacağıq. Bunu hesablasaq 9 üstə 4 eləyəcək 13. Deməli A olacaq kökdə 13.
Burada isə ayrı-ayrı kökdür. Buradan kökdən çıxarıb sonra kvarta üstələcəyik. 9-dan 3 çıxır, 4-dən də 2 çıxır. 3 çıx 2 eləyir 1, 1-in də kvarta eləyir 1. Cavab oldu 1. Burada isə eləcə kökdən çıxarıb toplayıram. 3, bu da 2 eləyir 5. C də oldu 5. Bunu müqayisə etməyin bir çox növləri var. Birinci ən asan üsul budur ki, 1 ilə 5 zaten məlumdur. Kök 13-dən təxminən nəsə çıxarırıq. O da hardasa 3 tam nə qədərsə eləyər. Çünki 4-ün kvadratı 16-dır. 3-ün kvadratı 9-dur. Bu da 9-dan 16 arasında yerləşirdi. Yəni 9-dan böyük 16-dan kiçikdirsə, buradan təqribən 3 tam deyək ki, 10-da 5 çıxır da məsələn. Biz açıq aydın görürük ki, C daha böyükdür da burada. Bizə də kiçikdən böyük düzülüb. B, kiçik A, kiçik C. Yəni Y variantı. İkinci üsul isə, müqayisə üsulu isə bunları kökə salmaqdır. Bax, kök 13-ə dəymərəm. 1-i kökə salsam, olacaq kökdə 1. 5-i kökə salsam, olacaq kökdə 25. Açıq aydın ən böyük C-dir. Bu da kökdə 13. Sonra A-dır, sonra B-dir. Yəni, belə də eləmək olar. 45-ci sual, dövr sualdır. Dövrü kəsirlərdə dedik ki, dövrün sayı qədər 9 yazılır da məxrəcə. 9 yazırıq, A-nı da surətə yazırıq. Bu da 3-də B. Belə bir ifadə verilib, deyir hansı münasibət doğrudur. Aha. Bir də ki, biz bilməliyik tənasibdə, bərabərlikdə də, yəni yan-yana ixtisar ola bilər. Yəni yan-yana 3-ə bölə bilərik. Biz hər tərəfi 3-ə bölsək, bunda. Olacaq A böl 3, B böl 1. Belə bir şey yaza bilərik. Bunda çarpaz vursam A bərabər olacaq 3B. Bax, belə çarpaz vursam A-nı 1-ə vururam A, B-ni 3-ə vururam 3B. Yəni A bərabərdir 3B. Baxırıq, görürük burada hansı A bərabərdir 3B edir. Hansını çarpaz vuranda A bərabər 3B alınır. Bu da olur, deməli, B variantı. Niyə görə? Çünki B-də yazılıb A böl B bərabərdir 3. 3-ün aşağısında bir gizlən, bax, görsəm, yəni çarpaz vuranda A bərabərdir 3B alınır. Ona görə cavab olur B variantı. Hansı doğrudur deyir də, bəli. 46-da deyir ki, belə bir kvadrat tənliyi verib, hər iki kökü 0-dır. Hər iki kök deyirsə, yəni x1 də 0-dır. x2 də 0-dır. Biz də Viet teoreminə görə bilirik ki, bu çevrilmiş kvadrat tənlikdə x kvadratın əmsalı 1-dir. Köklər cəmi mənfi P-dir, yəni bunun əksidir. Yəni bu mənfi gedir olur müsbətdə artıq. Yəni bu bərabərdir m-9-a. Köklər hasili isə müsbət Q-dur. Yəni Q də elə budur da n-4. Aha. İndi x1 də 0-dır, x2 də. Burada 0 qoyuruq, burada 0 qoyuruq, burada 0 qoyuruq, burada 0 qoyuruq. Deməli, onda m-9 olur 0, buradan m olur 9, çünki 9-dan 9 çıxanda 0 eləyər. n-4 bərabərdir 0, n də olur 4. Bunların da hasilini istəyir, 9 da 4-ə vururuq, eləyir 36. 47-ci sual deyir, A ədədinin rəqəmləri cəmi 4-ə bərabərdir. A üstü 6-nın 3-ə bölünməsindən alınan qalığı tap. Çox gözəl bir sualdır. Biz 3-ə bölünmə qaydasını bilməliyik. 3-ə bölünmə qaydası nədir? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə tam bölünür. İndi rəqəmləri cəmi 4-dür də qayda düzdür. Məsələn, atıram 13 olsun, tutaq ki, rəqəmlər cəmi 4-dür və bu rəqəmlər cəmi 4-dür. Aha. Bu 13 də bilirik ki, 3-ə bölünəndə qalıq alınır. 3-ə bölündə qalıq neçə eləyir? Qalıq olur 1. Düzdürmü? Bizə deyir, A üstü 6, məsələn, 13 üstü 6-nın 3-ə bölünməsindən alınan qalığı tap. Təbii ki, 13-ü 6 dəfə özünə vurmağa ehtiyac yoxdur. Bunu hər dəfə, bu 6 dənə 13-ün hasilidir, düz deyil. İzah üçün belə uzadıram. 6 dənə 13-ün hasilidir. Hər dəfə 3-ə bölündə qalıq 1 eləmir. 1, burada da 1 eləyir, burada da 1 eləyir, burada da 1 eləyir, burada da 1 eləyir, burada da 1 eləyir. Hasili də yenə 1 olur. Bu qalıqda təzdən 3-ə bölünməlidir. Çünki qalıq qalıb, artıq qalıb. Biz də bilirik ki, 1 3-dən balacadır, yəni 1 3-ə bölünmək olmur. Ona görə elə qalıq 1-in özü olur. Məsələn, bu 1 yox, tutaq ki, 4 olsaydı hasili. 4-ü təzdən bölüb tapacaq və yaxud da 5 olsaydı təzdən böləcəkdik. Uzun sözün qısası. Yəni, burada rəqəmlər cəmi 4-dürsə, elə 4-ün 3-ə bölməsindən qalıq nədir? 1. O 1-i 6 dəfə özünə vurursan, A üstü 6-dır. Alınan cavabı 1 də 3-ə bölürsən, qalığı tapırsan. Əgər 3-ə bölünmürsə, qalıq elə özüdür. Yəni, burada cavab 1-dir. Gəldik növbəti sualı. 48-ci sual. Deyir, uyğun tərəfləri perpendikulyar olan iki bucağın fərqi 70 dərəcədir. Kiçik bucağın dərəcə ölçüsünü tap. Biz bilirik ki, uyğun tərəfləri perpendikulyar da desə, paralel də desə, bu iki bucaq ya bir-birinə bərabər olur, ya cəmi 180 dərəcə olur. İndi bərabər ola bilməz, çünki fərqi 70-də bərabər bucaqların fərqi 0 olmalıdır. Ona görə bunların cəmi 180 dərəcədir.
Biz bilirik ki, bir bucaq məsələn A desək, birinə B desək, onların cəmi 180 dərəcədir. Fərqi də 70 verib də bizə. Gəlin sistem tənliq eləyək. Toplayaq alt-alta. Bunlar gedəcək 2A bərabərdir 250 dərəcə. 250-ni 2-yə bölürəm 125 dərəcə. Bizdən kiçik bucaq istəyir. Biz böyük bucağı tapdıq, çünki cəmləri 180-dir. Aparıb A-nı məsələn bura qoysaq, B-ni tapmaq üçün 180-dən 125 çıxsaq, o da eləyəcək deməli 55 dərəcə. Cavab 55 dərəcə. Gəldik belə bir suala, kök 6 sualdır. Biz bilirik ki, köklə belə deyim də kvadrat gedir, dərəcələr çünki kvadratdadır. Amma bu modulda çıxırdı, cüt dərəcə. Və burada modulda əgər cavab müsbətdirsə olduğu kimi, mənfidirsə əksinə çıxır. Biz bilirik ki, bu müsbətdir, çünki 6 kök 3-dən böyük ədəddir. Olduğu kimi çıxardırıq, üstünə də kök 3 gəlirik. Mənfi müsbət kök 3-lər gedir, cavab olur 6. 50-ci sual. Deyir, dəyişənin hansı qiymətində kəsirin mənası yoxdur. Biz bilirik ki, kəsirin mənasının olmaması üçün onun məxrəci 0 olmalıdır. Məxrəc 0 olanda kəsirin mənası olmur. Yəni, məxrəci 0-a bərabər edirik, cavab olur 4. 51. Böyük tərəfinin uzunluğu 6 kökçü olan bərabər yanlı, düzbucaqlı 3 bucaq. Bərabər yanlı, düzbucaqlı 3 bucaqda katetlər bir-birinə bərabər olur. Deyək ki, bunlara x olsun. Hipotenuz onların kök 2 misli olur. Bu da Pifagordan çıxır. Böyük tərəfi, yəni hipotenuz 6 kök 2 veribsə, buradan kök 2-lər getsə, x olur 6. Deməli, bunların kiçik tərəfi olur 6 cm. 51-də getdi. Keçdik 52-ci suala. Diaqram verilib, uşaqlar deyir, kitabların rəfləri verilib. Daha doğrusu rəfdəki kitabların sayı verilib. Bu kitabların deyir, neçə faizi riyaziyyat kitabıdır. Aha, ümumi kitabların sayına baxaq. Baxın, fizika 8 dənədir. Riyaziyyat, bax, fizika 8-dir. Riyaziyyat 12-dir. Kimya isə deməli 10-dur. Cəmi neçə kitab var? 12 üstə gəl 10, üstə gəl 8. Cəmi deməli 30 dənə kitab var. Və bütün kitablara biz 100% deyirik də tənasübdə. Bizdən istəyir nəyi? Deməli, riyaziyyat kitabları. Riyaziyyat kitabı da bizdə 12 dənədir. 12-də 3x%. Çarpaz vursaq, buradan x tapmaq üçün 100-ü vururuq 12-yə, bölürük 30-a. İxtisar aparsaq, bu sıfırların birini silirəm. 12-ni 3-ə bölürəm 4, 4 ona vururam. Cavab olur 40%. 53-ə baxırıq. Birinci çəndə 40 ton, ikinci çəndə 90 ton benzin var. Deyir, günün sonunda birinci çəndə satılan benzinin miqdarı ikinci çəndə satılan benzinin miqdarının 3 dəfə az oldu. İkinci çəndə birincisindən 2 dəfə çox benzin qaldığı məlumdursa, ikinci çəndən nə qədər benzin satıldığını tapın. Aha, maraqlı bir məsələyə oxşuyur. Bir dənə suala diqqətlə bax. Baxın, birinci çəndə 40 ton var. İkinci çəndə 90 ton var, düzdürmü? Aha, deyik, günün sonunda birinci çəndə satılan benzinin miqdarı ikinci çəndə satılan benzinin miqdarının 3 dəfə az oldu. Deyək ki, uşaqlar, günün sonunda birinci çəndə satılan benzinin miqdarı x olsun. Bax, x satıldı. Satıldı. İkinci çəndən satılsın 3x. Niyə görə? Çünki deyir ki, 1, 2-dən 3 dəfə azdır da, elə deyir də. Yəni, buradan 3x satılır, buradan x satılır. Aha, deyir, ikinci çəndə birincidəkindən 2 dəfə çox benzin qaldığı. Uşaqlar, əgər 40-dan x-i satılıbsa nə qədər qalıb? Qaldı, deməli, nə qədər? 40 çıx x-i. Burada nə qədər qalır? 90 çıx 3x-i. Çünki 90 idi, 3x satıldı axı. Aha, deyir, indi ikinci çəndə olan benzin, yəni qalan benzin, yəni bax, bu birincidəkindən 2 dəfə çoxdur. Yəni, bundan 2 dəfə çoxdur. Çox olan ikincidir. Ona görə biz birincini gərək 2-yə vuraq ki, ikinciyə bərabər olsun. Çünki birinci azdır axı ikincidən. Bu tənliyi əldə edirəm, vurub açıram. Olur, deməli, nə? 90 çıx 3x bərabərdə, bu ətraflı sual deyəsən. 80 çıx 2x. Burada x-i bu tərəfə atmaq istəyirəm, 80-i bu tərəfə. Mənfi 3x keçib, müsbət 3x olur. 3x çıx 2x edir 1x, 90 çıx 80 edir 10. X-i tapdıq. Bizə deyir ki, ikinci çəndən nə qədər benzin satıldı? İkinci çəndə də 3x satılıb axı. 3-ü də vurursan ona, cavab eləyir 30. Yekun cavab 30. Çox maraqlı bir sual. 54-ə baxırıq. Deyir, katetləri 3x çıx 5 və 4x üstə 4 olan, hipotenuzda 5x üstə 1 olan. Aha. Baxın, hipotenuzda 5x üstə 1 yazdım. Katetlərin birinə 3x çıx 5 yazdım. Birinə 4x üstə 4 yazdım. Belə bir
düzbucaqlı üçbucaq verib, deyir bunun perimetrini tap. Biz əvvəlcə gərək tərəfləri tapaq ki, perimetri tapaq da. Pifagor teoremini hamı bilir də. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni katetin biri 3x çıx 5-dir. Bunun kvadratı ilə 4x üstə 4-ün kvadratı bərabər olmalıdır 5x üstə 1-in kvadratına. Müxtəsər vurma düsturda açırıq. 9x kvadrat çıx 30x üstə gəl 25 üstə gəl bu birisi mörtəzəni açırıq. 16x kvadrat üstə gəl 32x üstə gəl 16 bərabərdir. Bunu da açsaq deməli olacaq 25x kvadrat üstə gəl 10x üstə gəl 1. İndi həll edirəm. 9 bu da 16 eləyir 25x kvadrat. Düzdürmü? Burada da 25 var. Bunlar getdi. Çünki hər iki tərəfdə eynidir. Keçəndə 0-a gələcək. Qaldı nə? Mənfi 30x üstə 32x eləyir 2x. Burada qaldı 25 və 16. O da eləyir deməli 41. Bərabərdir. Bu tərəfdə də qaldı 10x üstə gəl 1. Uşaqlar indi 10x-i 2x atıram bu tərəfə, 1 atıram bu tərəfə. Olur 2 10x çıx 2x bərabərdir 41 çıx 1. Buradan 8x bərabərdir 40. X də bərabərdir 5-ə. X tapıldı uşaqlar. X tapıldısa artıq yerinə qoya bilərəm də. X-i bura, bura və bura qoyuram. Olur 3 vur 5 çıx 5. Bu olur deməli 10. 3 dəfə 5'im deməli 15 çıx 5 10. Bura qoysam 4 vur 5 üstə 4. O da eləyir 24. Bu da eləyir 26 da yerinə qoysaq. Bu üç bucağın da perimetri istəyəndə tərəfləri toplayırıq. 10, 26 və 24 toplayırıq. Perimetr olur deməli 40, 50, 60. Səhv eləməsəm 60 olur. Bəli. İndi növbəti sual və sonuncu sualda deyəsəm. Bir də sonuncu suala baxaq. 55-ci sual. Deyir ki, çevrələrin mərkəzləri uzunluğu 48 olan AB parçası üzərindədir. Yəni bu demək istəyir də. Sonra deyir ki, mərkəzi O2 və O3 nöqtələrində olan çevrələrin uzunluqları cəmi. Yəni bu çevrə ilə bu çevrənin uzunluqları cəmi 26 pi-dirsə, O1 nöqtəsində olan çevrənin uzunluğunu tap. Çox gözəl bir sual. Əvvəlcə çevrənin uzunluğu düsturu bilməlisiniz ki, çevrənin uzunluğu düsturu 2 vur pi vur r düsturundan hesablanır. İndi buradan bura məsafə 48-dir. Onu da bildik. Deyir O2 ilə O3-ün uzunluqları cəmi 26 pi-dir. Gəlin belə eləyək. Bunun radiusuna x deyək. Ya da a deyək. Lap böyük çevrənin radiusuna a deyək. Biraz balacaya b deyək. Ortancıla. Ən balacaya deyək c. Aha. Hep ki radius burada a, b, c'dir də. İndi uşaqlar. Birinci bunun uzunluğunu tapaq. 2 pi düsturuna görə. Olacaq 2 vur pi vur r-imiz b-də axı ikinci çevrədə. Üstə gəl obisdə olacaq 2 vur pi vur c. Bu bərabərdir 26 pi-yə. Hər tərəfi gəlin 2 pi-yə bölək. 2 pi-yə bölək. Onda bu olacaq b, bu olacaq c, bu olacaq deməli 13. B ilə c-nin cəmi 13-dür. Uşaqlar b ilə c-nin cəmi 13-dürsə, onda buradan burada bilirsiniz də 2 dənə b, 2 dənə c var. Onda 2b üstə 2 c-nin cəmi nə olacaq? Olacaq 26. Bu belə. Yəni buradan bura 26-dır. Düzdürmü? Bizə dedik ki, cəmi 48-dir də bu a-dan b-yə. Onda 48-dən 26 çıxsam, mən tapacam nəyi? Bax, buradan buranı tapacam. O da eləyəcək bizdə neçə? Deməli, 22. Onda 22-dirsə diametr, radius 11 olur da. Radius 11 olan çevrənin uzunluğu da olacaq 2 vur pi vur r düsturuna görə 2 vur pi vur 11, yəni 22 pi. Cavab 22 pi. Bu qədər. Hər birinizə uğurlar. İnşallah ki, nəticələriniz yüksək olar. Sağ olun.